Hər il 21 mart dünyada irqi ayrı-seçkiliyin ləğv olunması üçün beynəlxalq mübarizə günü kimi qeyd olunur. Bu gün insanları bərabərliyə, tolerantlığa və qarşılıqlı hörmətə çağıran mühüm bir gündür. Bu gün qeyd olunması təsadüfi deyil. 1960-cı ilin 21 mart tarixində Cənubi Afrikada dinc etiraz aksiyası zamanı irqi ayrı-seçkiliyə qarşı çıxış edən insanlara qarşı zorakılıq tətbiq edilmiş və çox sayda insan həyatını itirmişdi. Bu faciə dünya ictimaiyyətinə göstərdi ki, irqi ayrı-seçkili yalnız ayrı-ayrı insanların deyil, bütün bəşəriyyətin problemidir. Bunun ardından Birləşmiş Millətlər Təşkilatı 1966-cı ildə 21 mart tarixini irqi ayrı-seçkiliyin ləğv olunması üçün beynəlxalq mübarizə günü elan etdi. Bu günün məqsədi insanların irqi ayrı-seçkiliyin təhlükələri barədə məlumatlandırmaq və bütün xalqlar arasında bərabərlik ideyasını təşviq etməkdir. İrqindən, milliyyətindən, dilindən və dinindən asılı olmayaraq hər bir insan eyni hüquqlara malikdir. Bərabərlik, insan hüquqları və qarşılıqlı hörmət cəmiyyətin inkişafının əsasını təşkil edir. Azərbaycanda da multikultural dəyərləri ilə seçilən ölkələrdən biridir. Ölkəmizdə müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayır. Bu isə tolerantlığın və bərabərliyin cəmiyyəti üçün nə qədər vacib olduğunu bir daha göstərir. Bugün biz hər birimizi düşünməyə çağırır. Dünyanı daha ədalətli və daha tolerant etmək üçün nə edə bilərik? Unutmayaq ki, ayrı-seçkiliyin qarşısını almaq yalnız dövlətlərin deyil, hər bir insanın məsuliyyətidir. Hörmət, anlayış və birlik sayəsində bir daha ədalətli və daha güclü cəmiyyəti qura bilərik. İrqi ayrı-seçkiliyə yox deyək, bərabərlik və insanlıq naminə birlikdə olaq.